insan sevirsə, fədakarlıq edir, insan sevirsə, aşiq olur, insan sevirsə, göz yuma bilir, insan sevirsə, şükür edə bilir. Yəni məhəbbət duyğusu təməl duyğudur, fundamentaldır və bu duyğunu aktiv edən evdə daha çox anadır. Ana bu adın qarşısında bir qul tək həmişə səcdədə olmaq mənə fəxarətdir. Ən gözəl nümunə bizim üçün kim ola bilər? Xanım Zəhra ola bilər. Xanım Zəhranı özünə nümunə götürən qadın o ziddiyyətlərin altında əzilməz. Bir qadın cəmiyyətə, bəşəriyyətə örnək olmaq qüdrətində və iqtidarındadır. Xanım Fatime Zəhra tükənməz bir dərya kimidir. Sanki ondan damla-damla götürdükcə yenə də tükənməyəcək. Natamamlıq kompleksi yaşayır bəzi qadınlar ki, mən evdar qadınamsa daha heç kiməm. Xeyr. Cəmiyyətdə olan fədakarlıqda yanlış anlaşılan şeylərdən biri insanların fədakarlıq eləyəndə fədadan kar güdməkləridir. Fədanı eləyir, amma qarşılığında kar güdür. Həzrət Cəbrail nazil oldu. Peyğəmbərə dedi ki, nə istəyir Zəhra? Həzrət Zəhra nə dedi? Dedi, Allahdan Allahın özünü istəyir. İslam Peyğəmbəri xanım Zəhra haqqında buyurur ki, həqiqətən Allah Fatimənin qəzəbinə görə qəzəblənər, onun razılığından razı olar. Bir şeyi dərk eləmək üçün dərk eləyən gərək o dərk edəcəyi şeyi tam əhatə eləyə bilsin ki, onu dərk eləsin. Biz öz məhdud elmimizlə tam mənada xanımı əhatə eləyə bilmərik ki, onu tam dərk eləyək, deyək ki, xanım Zəhra budur. Dünyanı xilas edən şəxsiyyətin sözü budur. Anam Zəhra mənə nümunədir. Salam, xoş gördük dəyərli izləyicilər. Ən gözəl nümunə ilə görüşünüzə gəlmişik. Adından da göründüyü kimi biz bu layihədə həyatımızdakı ən gözəl nümunələrdən danışacağıq. İnsanın tərbiyəsində, yetişməsində ilahi şəxsiyyətlərin həyat tərzi, davranışları hər zaman böyük əhəmiyyət kəsb edib. Qurani Kərimdə, hədislərdə, peyğəmbərlər, imamlar, salih bəndələrlə bağlı bu barədə məhz bu səbəbdən danışılır. Təqdimatlarda bu şəxsiyyətlər, ilahi varlıqlar məhz nümunə kimi göstərilib. Mən isə mövzumuza qonaqlarımızı təqdim etməklə davam etmək istəyirəm. Qonaqlarımız dəyərli ilahiyyatçı Hacı Ramil Bədəlov və araşdırmaçı Aynur İbrahimlidir. Xoş gördük sizi. Xoş gördük. Aynur xanım, necə düşünürsünüz? Günümüzün insanının xanım Zəhra ilə ünsiyyəti, ümumiyyətlə onu tanıması nə dərəcədə vacibdir, önəmlidir? Suala cavab vermək üçün məncə birinci cəmiyyətə ümumi baxış keçirməliyik, cəmiyyətin bir portretini çəkməliyik, sonra vəziyyəti dəyərləndirəndən sonra baxmalıyıq, bu ünsiyyətə ehtiyac varmı, ümumiyyətlə bugünkü vəziyyətimizdə çıxış yolu varmı, çıxış yolu nədir? Bugünkü cəmiyyətə baxırıq, texnologiyanın inkişafı, sosial şəbəkələrin rahat tətbiqlərdən rahat istifadə olunmağının nəticəsində insanlar gün ərzində müxtəlif obrazlarla qarşılaşırlar. Hansı ki, motivasiya natiqləri, psixoloqlar, pedaqoqlar, koçlar və s. Nə vaxt telefonu əlimizə alırıq, hərə bir məsləhət verir, hərə bir yerdən bu doğrudur, o doğrudur, hərə bir tərəfə istiqamətləndirir bizi. Və məsələ bundadır ki, məsələn, acınacaqlı tərəfi və yaxud çətin tərəfi bundadır ki, insan bir müddət bu məlumatlara məruz qalandan sonra, artıq oranın əhli olandan sonra, bir müddət sonra görürsən ki, bu məlumatlar arasında ziddiyyətlər var. Bir nəfər deyir ki, birini açırsan, dinləyirsən, deyir, bu tərəfə istiqamətləndirir, digərini açırıq, o birisi tərəfə istiqamətləndirir, biri deyir, bu doğrudur, digəri deyir, bu doğrudur və bu insan bol məlumatlar, həm məlumat bolluğu və həm də o məlumatların arasındakı ziddiyyətlərin arasında altında əzilir və insan ruhi təlatümə düşür, çaşbaş qalır, bilmir hansı tərəfə istiqamətlənsin, hansı tərəfə yönəlsin. Məsələn, baxaq, bu 2000-in əvvəllərində çox təbliğ olundu, çox trend olan bir mövzu idi ki, istək gücü, zehin gücü məsələsi. Hansı ki, təbliğ olunurdu ki, insan sadəcə bir şeyi çox istəsə, sadəcə bir şeyi əldə eləmək istəyirsənsə, çox istə, özünü ona çox yönləndir və bir müddət sonra sən ona əldə eləyəcəksən, mütləq o sənin qarşına çıxacaq. Və bu o qədər təbliğ olundu ki, bir müddət sonra insanlar reallıqla onun arasında ziddiyyət olduğu üçün İnsanlarda xəyal qırıqlığı yarandı bir müddət sonra və artıq baxırsan ki, hal-hazırda psixoloqlar bunun əksinə, bir qrup psixoloq var ki, bunun əksinə artıq təbliğat olunmağa başlayır ki, insan sadəcə bir tısbağa sadəcə istəməklə quş ola bilməz. İnsan sadəcə istəməklə
orada digər real faktorları nəzərə almadan sadəcə istəməklə müəyyən şeyləri əldə edə bilməz. Çünki orada sosial mühit var, orada genetik faktorlar var, bioloji faktorlar var, orada fürsətlərin fərqi var, başlanğıc nöqtəsi fərqi var. Bütün bunlar insanın hədəfə çatmağında və insanın potensialının rolu var. İnsanın hədəfə çatmağında bunların hamısının rolu var. Yəni sadəcə istəyi qoysaq biz reallıqla əlaqəni qırarıq, nəticədə insanlar xəyal qırıqlığına uğrayar. Və digər uşaq psixologiyası məsələsində baxırıq ki, indiyə qədər tətbiq olunan metodlarla hal-hazırda indi dinlədikcə insan qarşısına çıxır. Və ya başqa bir mövzuya baxa bilərik, misal kimi uşaq tərbiyəsindən bağlı. Baxırıq ki, uşaq tərbiyəsi ilə bağlı dünənə qədər tətbiq olunan metodikalarla bugün artıq təbliğ olunan metodikalar arasında fərq var. İndiyə qədər daha çox ego mərkəzli və fərdiyyətçi tərbiyə metodları ön plana çəkilirdi, onların üstündə durulurdu. Və bunun nəticəsində uşaqlar bir egoist bir nəsil yetişdi. Uşaqlar tənqidə, yəni davamlı təriflə böyüdüyü üçün uşaqlar artıq tənqidə dözümsüz, asosial, egoist, ego mərkəzli bir nəsil yetişdi və artıq bugün alırıq telefonu əlimizə, dinləyəndə görürük ki, buna qarşı bir qrup psixoloqlar yəni çıxış edirlər ki, fərqli metodlar izləmək lazımdır. Bu Amerikalı psixoloq var, Jean Twing, onun əsəri var, Mən nəsli. O həmin əsərdə toxunur bu məsələlərə və orada çox gözəl bir misal çəkir ki, biz uşaqlara özünü sevməyi öyrətdik, amma səbri və fədakarlığı unutturduq. Bu gəlinən nəticə budur ki, bugünkü nəsildə səbir və fədakarlıq duyğusu artıq aradan qalxdığı üçün ego mərkəzli bir nəsil formalaşıb. Deməli, burada nəsə yanlış gedir. Bunu dəyişmək lazımdır. Bu sadəcə bu son bir neçə ildə, bəlkə 2020-dən sonraki sadəcə 1-2 nəzəriyyədə baş verən köklü dəyişikliklərdir ki, bunlar hansı ki, çox güclü şəkildə təbliğ olunurdu. Və bu məlumatlar, dediyimiz kimi bu zid məlumatlar insanda bu sadəcə 2000-lərdən bu tərəfə təbliğ olunan fikirlərdir ki, bu fikirlər görür ki, arada necə dəyişiklik baş verdi, necə ziddiyyət baş verdi və bura çoxlu başqa bu tipli misallar çəkmək olar, ora qida mühəndisliyini çəkmək olar, başqa bir çox şeylər çəkmək olar ki, insanlar bu zid məlumatlar arasında altında əzilirlər. Əslində az müddət deyil, 2000-lərdən başlayan artıq 25 il və konkret bir nəslin yetişməsidir 25 il, mən deyərdim ki. Və düşünürəm ki, bu təsir daha çox qadınlarda da özünü göstərir. Nəyə görə? Çünki statistikalarda göstərir ki, qadınlar sosial şəbəkələrdən daha çox istifadə edirlər. Kişilər düzdür, daha çox xəbər portallarına baxsa da, qadınlar daha çox sosial şəbəkələrdən istifadə elədiyi üçün bu təsirlərə də daha çox məruz qalırlar. Və təsəvvür eləyib, bunlarla yanaşı bu qadın hərəkatı tərəfdarlarının qadınları çəkdiyi bir istiqamət də var ki, qadının indiyə qədər öyrəndiyi kimlik və indi buna təqdim olunan kimlik var ki, bu kimlik arasında bir ziddiyyət yaranır. Bu indiyə qədər öyrəndiyi və indiki qadın burada çaş-baş qalır, hansı istiqamətə yönəlsin və burada özü yönəlsə də qadınların həm öz daxilində bir ziddiyyət yaranır, həm qadınların öz arasında ziddiyyət yaranır və cəmiyyət daxili bir ziddiyyətə çevrilir. O birisi tərəfdən televiziyada seriallara baxsaq, seriallar hansısa düşüncələri təbliğ eləmək istəyənlərin əlində böyük bir silaha çevrilib ki, orada baxaq hansı qadınlar təbliğ olunur, kimlər nümunə kimi təbliğ olunur və bu təbliğ olunmanın, bu nümunənin nəticəsi nədir bugün cəmiyyətə, nə baş verir cəmiyyətdə? Baxaq cəmiyyətə boşanmaların artan sayını görəndə, valideynə hörmətin necə aradan qalxmağını görəndə, həya hissinin necə aradan qalxmağını görəndə, ailə daxili çəkişmələr, münaqişələr burada özünü göstərir. Görəndə, o mənəvi aşınmaları görəndə bu təsirin necə bir təsir göstərdiyi artıq ortadadır da. Və xüsusi əlavə bir şey deməyə ehtiyac yoxdur. Görürük ki, mənəvi aşınma baş verir cəmiyyətdə və istiqamət yaxşı tərəfə deyil. Yaxşı, bu istiqaməti yaxşı tərəfə necə çevirmək olar? Bir çıxış yolu varmı? Elə bir yol və yaxud elə bir insan varmı ki,
biz onu özümüzə nümunə götürək, onun həm ideologiyası, fikirləri, həm fərdi həyatı, həm ictimai həyatı, həm ailə həyatı, onun bütün bu həyatının bütün aspektlərini, bütün düşüncələrini biz özümüzə nümunə götürək ki, bugünkü bu məlumat bolluğunda, bu ziddiyyətlər altında əzilməyək, ruhi təlatümlərə düşməyək, doğru tərəfə istiqamətlənə bilək. Düşünürəm ki, ən gözəl nümunə bu ziddiyyətdən çıxmaq üçün, bugünkü çətin vəziyyətdən çıxmaq üçün ən gözəl nümunə bizim üçün kim ola bilər? Xanım Zəhra ola bilər. O Xanım Zəhranı özünə nümunə götürən qadın o ziddiyyətlərin altında əzilməz. Əksinə oradan çox rahat şəkildə çıxar və özü bir cəbhə yaradar, özü cəmiyyətə bir nümunə olar. Və özü Xanım Zəhra bizim üçün ideal qadın nümunəsidir də, nümunəvi qadındır. Hansı ki, istənilən insan, eyni zamanda qadın onu özünə nümunə götürməklə istənilən sahədə kamala çata bilər. Bugün o ideal qadın məsələsi də ziddiyyətli məsələlərdən biridir ki, feministlər və bəzi bir qrup psixoloqlar deyirlər ki, ideal qadın anlayışı qadını bir növ çətinliyə salır. Qadını real mənlə ideal mən arasında qalır qadın və orada əzilir, bir növ çətinliyə düşür. Amma bizdə kamal qapısı hər kəsə açıqdır. Hər bir insan kamala çata bilər bizim inancımıza görə və kamala çatmağın ən gözəl, belə onu asanlaşdıran yollardan biri nümunə götürməkdir, nümunə qərar verməkdir. Əgər bir insan kamala çatmaq istəyirsə, onun qarşısında düzgün bir nümunə olsa, o nümunəyə baxıb daha asan şəkildə o yolu gedə bilər. Və Xanım Zəhra da ən gözəl açardır kamal üçün, ən gözəl kamal qapısıdır ki, biz o qapıdan keçsək, rahatlıqla kamala çata bilərik. Çünki insanın fitrətində var ki, o nümunə götürsün, o qəhrəmanpərəstlik insanın fitrətində var ki, baxır, kimisə nümunə götürür, özünü ona bənzətməyə çalışır. Uşaqlara baxanda, bayaq Hacının dediyi kimi, uşaqlara baxanda biz onu ən çox görə bilirik ki, görürsünüz, uşaq psixoloqları deyir ki, valideynə çox uzun danışmağa, çox moizə eləməyə ehtiyac yoxdur. Sən özünü düzəlt, öz davranışlarını düzəlt, uşaq sənə baxacaq, özü formalaşacaq, özü dəyişəcək. Yəni, bu bizim fitrətimizdə var ki, hansısa nümunəyə baxaq, özümüzü düzəldək. Və Xanım Zəhra bizim üçün ideal insan, ideal qadın nümunəsi olduğu üçün ona baxıb özümüzü düzəltmək ən gözəl yoldur deyə düşünürəm. Və bu ən əlverişli imkandır bizim üçün. Mən deyərdim ki, Aynur xanım həddindən artıq çox gözəl məqamlara toxuldu. Burada həm sosial şəbəkələrdən danışdı, televiziyadakı o qara güruhdan danışdı. Çox gözəl məqamlara toxundu, ailə məsələlərindən danışdı. Hacı, mən istəyərdim ki, elə bu məqamda mən ailə məsələlərindən söz düşmüşkən, mən sizə belə bir sualla müraciət edeyim. Ümumiyyətlə, ailədə oğlan uşaqları daha çox nümunə olaraq atanı özlərinə nümunə kimi görürlər, seçirlər. Bəs ailədə qadının, ananın, oğlan uşağı üçün nümunəyə çevrilməsi mümkündürmü? Yəni, belə bir şey nümunəyə çevrilə bilərmi? Və bu məsələdə Xanım Zəhranın timsalında necə izah oluna bilər? Yəni, bu mövzu. Çox sağ olun. Həqiqətən gözəl sualdır. Və bu suala belə cavab verərdim ki, İlk öncə, bəli, bir ana oğul övladına nümunə ola bilər. Hətta bundan da ötü söz deyim, bir qadın cəmiyyətə, bəşəriyyətə örnək olmaq qüdrətində və iqtidarındadır. Cinsindən asılı olmayaraq. Cinsindən asılı olmayaraq. Bu Quranın ayətidir. Allah Teala Quranda buyurur ki, Zəraballah məsələn lillədinə amənu imra'ətə fir'un. Zəraballah məsələn imra'ətə fir'un lillədinə amənu. Deyir Allah Teala Asiya xanımı misal çəkir. Orada qeyd eləmir, qadınlara nümunədir, deyir, bütün bəşəriyyətə nümunədir. Hətta öz zamanına deyil, bütün zamanlarına nümunə ola bilər. Biraz da məsələn daha dərinləşdirək. Yəni, qadının bu qədər gücü var, bu qədər qüdrətə malikdir ki, özündən sonra yaşayacaq nəsillərə də təsir göstərə bilər. Özündən sonra yaşayacaq nəsillərə də örnək, etalon ola bilər. Yəni, qadın bu qədər. Amma mən biraz da fərqli istərdim yanaşım İradə xanım. Deyərdim, övladlar daha çox analardan təsirlənir. Belə ki, nəzərə alaq ki, övladda təməl duyğunu
daha çox aktiv edən anadır. O təməl duyğu məhəbbət duyğusudur. Və bütün gözəl xüsusiyyətlər elə həmən o məhəbbət duyğusundan qaynaqlanır. İnsan sevirsə səbr edir, insan sevirsə fədakarlıq edir, insan sevirsə aşiq olur, insan sevirsə göz yuma bilir, insan sevirsə şükür edə bilir. Yəni məhəbbət duyğusu təməl duyğudur, fundamentaldır və bu duyğunu aktiv edən evdə daha çox anadır və bu gözəl missiya, özəl missiya ananın öhdəsinə düşüb. Və biraz da məsələn daha ideoloji tərəfinə toxunsaq, ümumiyyətlə xilqətin özü, yaradılış aləmin özü məhəbbət üzərində cərəyan eləyir. Allah özünün bir sözü var. Allah Teala buyurur ki, deyir, kuntu kənzən məxfiyya, gizli bir xəzinə idim. Fə əhbəbtu ən orəfə, yaratdım insanları, bu xilqəti, aləmi yaratdım ki, tanınım. Orada əhbəbdu kəlməsini deyir, sevgidən danışır, məhəbbətdən danışır. Yəni Allahın özünə olan sevgisi bu qədər aləmləri yaradıb. Yəni bu qədər aləmlərin xəlq olunmasında məhəbbət dayanır. Mərkəzdə zaten məhəbbət dayanır. Hətta ariflərin qəşəng bir sözü var, deyir ki, Allahın bütün adlarının pişnamazı, belə deyək, öndə dayananı, pişnamaz deyir də, məsələn, 50 nəfər dayanır arxada, bir nəfər keçirir önə, ona iqtida eləyir də, məsələn, o rükuya gedir, cəmaat rükuya gedir, o səcdəyə gedir. Deyir, Allahın nə qədər adı var? Çoxdur da adları, düzdür. Qafur adı var, Qəffar adı var, nə bilim, Zu intiqam və deyir, bütün adların önündə dayanan pişnamaz Ər-Rəhmandır. Allah rəhimlidir deyənə qəzəblənir. Qəzəblinin də hətta başında rəhmət dayanıb. Hətta Allah rəhimlidir deyənə cəhənnəm yaradıb, bu qədər. Quranda bir gün Ər-Rəhman surəsində Allah cəhənnəmdən danışanda deyir ki, فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Bəh, nə gözəl yaratmışam. Yəni cəhənnəmi də xırdalasa, o da rəhmətdəndir. Rəhmətdən qaynaqlanır. O olmalıdır. Hətta deyir, bəzi insanlar cənnətə gedəndə birinci cəhənnəmə baxıb şükür edəcək Allah ki, nə yaxşı ki, bura var idi, mən bura gəlirəm. Çünki cəhənnəm qorxusundan pis işləri görmədi və indi artıq böyük məqamları qət edib, yüksək yerlərə yetişib. Yəni, cəhənnəm də o xilqətin tərkib hissəsində olmalıdır. Hikmət bunu tələb edir və bunun da hikmətin də başında məhəbbət dayanıb. Və məhəbbət mövzusu çox mühüm mövzudur. İnsanşünaslıqda da bəhs olunan, teologiyada da bəhs olunan mövzulardan biri. Hubbuzzat adlı insanın özünü sevməsi. İnsan özünü çox sevir. İnsan özünə aşıqdır. Özünü sevir deyənə əbədi yaşamaq istəyir. Fitrətində var bu. Bəli, fitrətində var. Çox gözəl vurğuladınız. Yəni, özünü çox istəyir deyənə əbədi istəyir yaşasın. Özünü çox istəyir deyənə yüksək məqamlara qət eləmək istəyir. Qorxmaq lazım deyil bu kəlmədən. Mən özümü sevirəm. Bəli, o özümü sevirəm, egoya çevrilməsin. Ego mərkəzdə olmasın. Biraz məncə Aynur xanım çox gözəl toxundu ki, bəzi gənc nəsil bir qismi bu haldadır ki, görürsən, ego mərkəzli, zəhmətə qatlaşmaq istəməyən, başqasını əziyyətə salan, bu yaxşı hal deyil, yaxşı bir durum deyil. Və indi gəlirəm mövzumuza. Baxın, ana daha çox duyğusal olduğuna görə, emosional olduğuna görə, zərif məxluq olduğuna görə o məhəbbət hissini övladına daha çox gözəl şəkildə aşılaya bilir. Yəni, ana kamala gedən yolda fundamental, təməl duyğunu aktiv edir və yəni, başqa ifadə ilə desəm, ana bir kamil insanı yetişdirir. Yəni, ana xilqətin hədəfinə xidmət edir. Yəni, anada bu qədər potensial var, qüdrət var. Çox təəssüf olsun ki, bugün müasir dünyamızda qadın əgər ictimai fəaliyyəti olmadığı təqdirdə evdar xanım olarsa, analıq eləyərsə, onu o qədər küçümsəyiblər ki, yəni natamamlıq kompleksi yaşayır bəzi qadınlar ki, mən evdar qadınamsa daha heç kiməm. Xeyr, sən böyük bir evin içində böyük bir missiyan var. Cəmiyyət üçün fərd yetişdirirsən. Fərd yetişdirirsən, sən Vətəndaş yetişdirirsən. Vətəndaş yetişdirir və biraz da irfan dili ilə kamil bir insan xəlq edirsən. Səndə bu qədər qüdrət var, ana. Sən böyük bir zirvədəsən artıq. Allah o söz elə belə söz deyil, deyir, ananın ayaqları altındadır cənnət. Yəni, ananın ayaq izləri ilə bəşər gedib cənnətə çatır. Üçün ana istiqamət verir. Ona görə deyirlər, ailədə gələk məhəbbət o qədər bol olsun ki, istər xanım kişi münasibətlərində ki, uşaqlar o qıtlığı yaşamasın. Çünki cəmiyyətin məhəbbət mədəni ailədir.
Siz təsəvvür edin ki, ailədə bugün belə deyək də kişi qadına, qadın kişiyə aqressiv olsa, bu qadın evdən çıxır, kişi də evdən çıxır, çölə çıxanda, qadın tutaq ki, avtobusa minəndə ya kişi avtobusa minəndə artıq aqressiya ilə çıxıb, hər şey ona təsir edir, hirslənir. Görürsən belə bir söz var, evdə hirslənib gəlib hirsin mənə tökür. Çünki ətrafa da təsir edir 100%. o aqressiya təbii ki. 100%. Yəni mədən belə deyək, məhəbbətin, eşqin, sevginin mədəni ailədir. Bu çox mühümdür. Və ailədə də bu təmin olunmalıdır. Və bunu təmin eləmək ən böyük missiya ananın üzərinə düşür. Və Allah ona artıq böyük bir dənə vəzifə verib. Artıq ana bunu ilə şərafətlənib. Və ona görə deyirəm ki, ana övlad üçün gözəl nümunədir və belə deyərdim, ən gözəl nümunədir. Ana istiqamət və amma gəlik xanım Zəhra salamullah əleyhə qısa deyim, mən çox uzatmadan İradə xanım. Baxın, ümmətin atası Peyğəmbərdir, əleyhissalamdır. Ənə və Əliyyun əbəvə hâzihil ümmə. Peyğəmbər deyir, mən və Əli bu ümmətin atasıyıq. Düzdür. Amma bu tərəfinə də toxunaq. Biz ümmətin anası kimdir? Peyğəmbər deyir, xanım Zəhraya deyir, ənti ummi əbiha. Sən atavın anasısın. Yəni, sən mənə analıq elədin. Əgər bir şəxsiyyət, yəni Zəhra kimi xanım, Peyğəmbərə ana ola bilirsə, o Peyğəmbər də bütün aləmlərə rəhmətdirsə, və mə ərsəlnəkə, bəli, atadırsa və təsəvvür edin, bu ümmətin anası Zəhradır. Adam bu halı yaşayanda ana necə qayğı göstərir? Bizim əqidəmiz budur, etiqadımız budur ki, insan öləndən sonra yox olmur ki. O yenə də var. O Həzrət Zəhra, belə deyək də, fizioloji olaraq bizi tərk edib, amma bir mənəvi ana olaraq necə? Yox, o tərk eləməyib, yenə də bizim aramızdadır. O yenə də bizimlədir. Bizim onun qayğısına daha çox ehtiyacımız var. Bizim onun şəfqətinə, məhəbbətinə daha çox ehtiyacımız var. Düzdür, mövzu çox deyişlər, başqa istiqamətlərə gedər. İstəmirəm başqa istiqamətlərə gedim, amma İmam Zaman əleyhissalamın sözü ilə icazə verirsinizsə, fikrimi tamamlayayım. Deyir ki, anam Zəhra mənim üçün gözəl nümunədir. Yəni, təsəvvür edin ki, dünyanı xilas edən şəxsiyyətin sözü budur. Anam Zəhra mənə nümunədir. Görün, Zəhra xanım dünyanın harasına dayanıb? Düz mərkəzdə dayanıb. Yəni, Zəhra xanım dünyanı xilas edən bir xanımdır ki, Allah o şəxsiyyətdən bizi ayrı salmasın. Bu qədər mən belə. Çox gözəl notlara toxundunuz və bu məqamda şairin misraları yadıma düşdü. Ana ilə bağlı bizim ədəbiyyatımızda çox zəngin əsərlər mövcuddur. Bir misra yadıma düşdü. Şair qeyd eləyir ki, ana bu adın qarşısında bir qul tək həmişə səcdədə olmaq mənə fəxarətdir. Yəni, həqiqətən də ədiblərimiz də bu məsələyə bu şəkildə ali dərəcədə yanaşıblar hər zaman. Və bu məqamda mən istəyərdim ki, məhz siz də qeyd elədiniz ki, xanım Zəhra çox böyük bir nümunədir bəşəriyyət üçün, ümmət üçün. Məhz Aynur xanımdan soruşmaq istəyərdim. Siz də bayaq cavablarınızda qeyd etdiniz ki, xanım Zəhra önəmli bir nümunədir bizim üçün. Niyə məhz xanım Zəhra nümunədir? Bir qədər buna izah verərdiniz. Əvvəl buradan başlayaq ki, xanım Zəhra Peyğəmbər əxlaqını nümunə götürmüşdü özünə. Peyğəmbər əxlaqının mirasçısı idi. Peyğəmbər əxlaqının davamçısı idi. Bir xanım ki, hadisədə qeyd etdiyi kimi imamlar onu özünə nümunə götürmüşdü. Məsum imamlar, İmam Mehdi əleyhissalam hadisənin dediyi kimi deyir ki, Peyğəmbərin qızı xanım Zəhra mənim üçün nümunədir. İmam Hüseyin əleyhissalam deyir ki, anam məndən daha xeyirlidir. Bu xanımın bir halda ki, imamlar nümunə götürüb, məsum imamlar yetişdirib xanımın tərbiyəsi, əxlaqı. Deməli, bizim də oradan baxmalıyıq ki, nə götürə bilərik, nə var onda ki, bu cür məsumlar yetişdirə bilib. Baxanda xanımın həyatına 3 istiqamətdə baxa bilərik. Onun fərdi həyatı, ailə həyatı və ictimai həyatı. Hər birini ayrı-ayrılıqda dəyərləndirəndə biz baxa bilərik ki, nə var, oradan özümüzə nə götürə bilərik, niyə bizim üçün nümunədir. Xanımın fərdi həyatına baxırıq, onun həya, dünya nemətlərinə meyilsizlik, itaət,
şücaət, başqa o qədər gözəl, dəyərli xüsusiyyətləri var ki, və o xüsusiyyətlərin hamısına ən ali səviyyədə o xanım sahib olub. Məsələn, xanımın fədakarlıq məsələsi xüsusiyyətinə toxunmaq istəyərəm ki, fədakarlıq məsələsi bu gün də bizim cəmiyyətdə yaralı yerlərimizdən biridir. Çünki bayaq dediyimiz kimi o qədər hal-hazırda ego mərkəzlilik təbliğ olunur ki insanlara. İnsanlar ancaq deyir mən. Ancaq mənim üçün olsun və yaxud niyə kimin üçünsə nədənsə keçməliyəm, niyə kimin üçünsə nə isə eləməliyəm. Baxırıq xanımın həyatındakı fədakarlığa. Mən düşünürəm ki, bugünkü bu fədakarlıq anlayışının bu münasibətin kökündə, fədakarlığa olan bu münasibətin kökündə fədakarlığı yanlış anlama durur, yanlış anlaşılması durur. Biz xanımın həyatına baxanda, onun fədakarlığına baxanda oradan götürə bilərik ki, bugünkü fədakarlıqla, bizim anladığımız fədakarlıqla və yaxud fədakarlıqda nəyi səhv eləyirik ki, bu fədakarlıq bugün cəmiyyətdə bu qədər qıcıq doğurur. İnsanlar bu qədər yəni qarşı çıxırlar. Niyə eləməliyəm? Və insanlara təbliğ olunur ki, özün xoşbəxt ol, əvvəl özün xoşbəxt olmalısan, sonra baxarsan kiməsə nə isə eləmək lazımdır, yoxsa yox. Amma unudulur ki, insan birincisi özü sosial varlıqdır. İnsan tək özü üçün yaşasa, ancaq mən desə ki, ancaq mən deyib xoşbəxt olacam, bir müddət sonra baxacaq ki, yox, xoşbəxt deyil. Niyə? Çünki sənin xoşbəxt olmağın eyni zamanda sosial varlıq olduğu üçün başqalarıyla olan münasibətindən də asılıdır. Başqasının sənə olan münasibəti, başqasının o mənəvi alış-verişin sənin xoşbəxtliyinə təsir edir. Və burada da mütləq o fədakarlıq müəyyən mənada lazımdır. Bəs o xanımın fədakarlığı ilə bugünkü fədakarlıq arasında fərq nədir? Mən düşünürəm ki, bugün cəmiyyətdə olan fədakarlıqda yanlış anlaşılan şeylərdən biri insanların fədakarlıq eləyəndə fədadan kar güdməkləridir. Fədanı eləyir, amma qarşılığında kar güdür, yəni bir əvəz güdür, qarşılıq güdür. Bəlkə çoxusundan soruşsaq deyər ki, yox, mən eləyirəm, amma heç bir qarşılıq güdmürəm. Amma insan, söhbət onda deyil ki, sadəcə maddi bir şey güdsün və yaxud mən sənə bunu elədim, sən mənə onu elə güdsün. İnsan bəzən özü də fərqində olmadan o mənəvi ehtiyacları ki var, dəyər görmək, sevgi görmək, sevilmək ehtiyacı ki var, bu onda daxildə ehtiyac kimi qalıb, ödənməyib vaxtilə. Hal-hazırda özünü, belə deyim, sipər eləyir, özünü fəda eləyir ki, cəmiyyətdən, qarşısındakidən o dəyəri alsın, sevgini alsın. Yenə də nə üçün eləyir? Qarşılıq üçün eləmiş olur, amma özü onu görmür, bilmir ki, onun üçün eləmiş olur. Nankörlük görəndə təsirlənir çünki. Bəli, və bunu o niyyətlə elədiyi üçün qarşı tərəfdə ona o fədakarlığının qarşılığını ödəməyəndə, bir müddət sonra nankörlük eləyəndə bu buna çox böyük təsir edir ki, mən bəs belə elədim, bu da bunun qarşılığı, bu da mənə verdiyi qarşılıq və nəticəyə gəlir ki, deməli, heç kəs üçün heç nə eləmək lazım deyil, deməli, fədakarlıq ümumiyyətlə lazımsız bir şeydir. Amma biz xanımın fədakarlığına baxırıq ki, onun fədakarlığının kökündə yalnız və yalnız Allah rizası dayanırdı. Nəyi eləyirdisə, yalnız Allah üçün, Allah rizası üçün. Başqa heç bir nə maddi qarşılıq, nə mənəvi qarşılıq, nə bir təşəkkür, heç bir şey gözləmir. Necə ki, Quran da təsdiq edir onun fədakarlığını ki, onlar özləri ac olduqları halda yeməyi yetimə, yoxsula və əsirə yedirərlər və sonra belə deyərlər, biz sizi ancaq Allah rizasından ötürü yedirtdik. Sizdən bunun əvəzinə nə bir mükafat, nə bir təşəkkür istəyirik. Görürsün, nə bir təşəkkür, nə bir mükafat istəyir. Amma bugünkü fədakarlığın dediyimiz kimi əksəriyyəti axırda minnətə çevrilir. Fədakarlıq edir, qarşı tərəfə minnət qoyur. Mütləq qarşılıq gözləyir. Mütləq qarşılıq gözləyir. Yəni dediyim, mənəvi də olsa bir qarşılıq gözləyir və nəticədə fədakarlıq anlayışı lazımsız bir şey kimi təbliğ olunmuş olur cəmiyyətdə. Deməli, baxdıq nəyini xanımın fədakarlığına nümunə götürdük. Fədakarlığın kökündə mütləq Allah dayanmalıdır. Çünki fədakarlıq sən Allah üçün eləyəndə, qarşı tərəf sənin üçün onu qarşılıq verdi, vermədi, heç üzünə baxmadı, üzünü çevirdi, getdi. Bəlkə sabah əksinə sənin elədiyinin əksini dedi ki, o mənim üçün ümumiyyətlə heç nə eləmədi. Bunların heç biri sənə təsir eləmir. Niyə? Çünki sən artıq qarşılığı başqa yerdən gözləyirsən. Allahın razılığı üçün bunu elədiyin üçün. Yenə bir fikir deyim orada, maraqlıdır ki, adətən
insan bir yaxşılıq eləyəndə cavab müsbət gəlməyəndə, məsələn, alimlər, ariflər deyir ki, şükür elə Allaha, sevin, Allah verəcək cavabını. O verilsə daha gözəl verəcək, gözlə o cavabı. Yəni, bəzi vaxtlar bizim elə bir nemətlərlə üzləşirik ki, etdiyimiz o əmələ görə də əslində biz başqa yerdən gözləyirdik, amma onun cavabını Allah başqa yoldan verdi. Yəni, Allah sanki bizi hər cəhətdən, belə deyək də, tohid dünya görüşünə çəkir ki, yəni sən narahat olma da, niyə üzülürsən ki? Sən əsas budur ki, mən sənə bu vədəni vermişəm ki, yaxşılığın itməyəcək. Mən sənə belə vədə verməmişəm. Kiməsə yaxşılığısa o sənə müsbət cavab verəcək. Belə vəd verməyib Allah bizə. Allah bir dənə belə vəd verib ki, 100% tamamilə arxain olun ki, yaxşılığınız itməyəcək. Zaten Şahin Əsənlinin də belə bir sözü var idi ki, o deyirdi ki, yaxşılıq etdiyiniz insanlardan pisliyi gözləyin. Bəli, olar. Yəni mümkündür ki, pislik eləsin mənə. Mümkündür ki, pislik eləsin. Ona görə elədiyiniz yaxşılıqları unudun. Bəli. Unutmaq hətta hədislərdə qeyd olunub, unudun. Bəli. Mən bunu eşitmişdim. Orada o imtahan üçün də Allah mütləq bir yerdə sən o situasiya ilə qarşılaşacaqsan ki, sən elədin, qarşılığı gəlmədi. Çünki orada sən yoxlanmaq istəyirsən ki, ixlasın əgər həqiqətən idisə, həqiqətən Allaha xatir eləmişdinsə, onun elədiyi sənə təsir eləməməlidir. Təsir eləyir, yoxsa yox, özünü yoxla. Bax qəlbinə ki, əgər Allah üçün eləyirsənsə eləməməlidir. Əgər eləmədisə, deməli, həqiqətən ixlasla o əməli eləyibsən. Belə xanımın fədakarlığından baxıb öz fədakarlıq anlayışımızı dəyişə bilərik, düzəldə bilərik yanlışımızı. Sonra xanımın fərdi həyatında həya hissinə baxa bilərik. Çox danışmaq olar onun həya hissindən. Bu həya məsələsi də günümüzdə yaralı mövzulardan biridir ki, bu qərb mədəniyyətinin təsirindən İnsanlar dəyərləri lağa qoyurlar, dəyərləri kiçimsəyirlər və bu bir təbliğat metodlarından biri də əsas dəyərləri vurmaq, dəyərləri kiçimsəyərək aradan qaldırmaq və bunun nəticəsində həya hissi cəmiyyətdə aradan qalxır. Amma xanımın həyasını özünə nümunə götürən qadın özü o cəbhə olar, o təbliğatların qarşısında bir cəbhə olar, özü nümunə olar, bir istiqamət olar, xətt olar, yol olar o insanlara qarşı. Sonra xanımın dünyaya meyilsizliyinə, dünya malına meyilsizliyinə baxsaq, orada nə qədər o könlü dolu, geniş bir xanım olub. Baxırıq, çox danışmaq olar. Toy günü, misal çəkmək olar. Məsələn, toy günü öz libasını verməyi məsələsi var ki, məşhurdur da. Toy günü öz libasını verir bir fəqirə. Biz tarixi hadisələri çox vaxt oxuyanda sadəcə tarixi hadisə kimi oxuyuruq, keçirik. Hə, verdi, oxuduq, keçdik. Amma tarixi hadisələri ya bugünümüzə daşımaq lazımdır, eyniləşdirmək. Bugün bu hadisə baş versə nə reaksiya verərdik və yaxud özümüzü aparmalıyıq, həmin dövrə empatiya qurmalıyıq, oradakı vəziyyəti, şəraiti dəyərləndirməliyik. Tamamən onda biz daha yaxşı dərk eləyərik ki, bu nə deməkdir. Sadəcə oxuyub keçməməliyik. İndi bugünümüzə gətirsək o hadisəni, indi təsəvvür edin, toy bugün bir gəncin həyatında ən önəmli gündür da, toy olsun, nişan olsun. Və bunun həmin gün bugün bir gəlin öz libasını kiməsə versə, öz zinət əşyalarını kiməsə versə və toya köhnə bir paltarda gəlsə, bu sensasiya olar. Hamı belə qəribə qarşılayar ki, necə yəni öz verib zinət əşyalarını özü köhnə paltarda gəlib. Halbuki bugün hamımızın cürə-cürə, növbə-növ paltarlarımız var, amma xanımın cəmi bir paltarı var idi toy libasından başqa. Cəmi 2 paltarı var idi. Biri toy libası, biri də ondan başqa köhnə bir paltar və o toy libasını verir fəqirə, yenə öz köhnə paltarında gəlir. Bunu keçmək belə sadəcə deyilib keçiləsi bir məsələ deyil də. İnsan özünə onu gətirib tətbiq edəndə görürsən ki, nə qədər o dünyadan keçməlisən, nə qədər o bağlılıqları qopartmalısan, nə qədər sənin üçün o dəyərsiz olmalıdır ki, onu verə biləsən, keçə biləsən. Sonra xanımın ailə həyatına baxa bilərik. Ailə həyatında götürəcəyimiz nümunələr çoxdur. Onun ailədə övlad kimi, ana kimi, həyat yoldaşı kimi davranışlarına baxırıq, təhlil eləyirik, baxırıq ki, nə qədər oradan özümüzə şeylər götürə bilərik. Övlad kimi o qədər ədəbli idi, Peyğəmbərimizlə münasibətlərinə baxırıq. Necə bir-birinə qarşı mehriban idilər.
xanım öz canını sipər eləyirdi Peyğəmbərin yolunda. Peyğəmbər deyir ki, Fatimə mənim canımın bir parçasıdır. Onu sevindirən məni sevindirir, onu kədərləndirən məni kədərləndirir. Həyat yoldaşı kimi baxırıq xanıma. O qədər mehriban idi İmam Əli ilə, o qədər ona həssaslıqla yanaşırdı. Nəyisə istəməkdən çəkinirdi ki, bəlkə gücü çatmaz, onu çətinliyə salmayım. Bunun özünün üstündə durub nə qədər danışmaq olar. Bugünkü cəmiyyətə onu gətirsək bir dəyər kimi, onun üstünə nə qədər danışmaq olar. Baxırıq xanım Zəhra ömrünün sonunda İmam Əliyə deyir ki, əmoğlu məndən razısanmı? İnanın onun necə həyat yoldaşı olduğunu, onların bir-birinə olan münasibətini oxuyanda insan bu ömrünün sonunda gəlib bu elədiklərinə rəğmən verdiyi sualı görəndə insan təəccüblənir ki, o qədər şey eləyib, yenə sonda sual verir ki, məndən razısanmı? Və imam cavab verir ki, mən səndən razıyam Zəhracan. Mən səndən daha yaxşı, daha fəzilətli, daha əxlaqlı, daha salih bir qadın görmədim. Sən mənim qarşıma çıxan ən yaxşı qadınsan və sən mənə heç vaxt itaətsizlik eləmədin, heç vaxt zülm eləmədin. Belə həyat yoldaşı olub. Ana olmasına baxırıq, övladlarına qarşı necə mehriban idi. Onun övladlarına qarşı olan münasibəti ki var, bugün biz onu öz övladlarımıza qarşı tərbiyə metodikası kimi istifadə edə bilərik. Hansı ki, bayaq dedik, bu cəmiyyətdə bir gün bir tərbiyə metodikası, sabah başqa bir tərbiyə metodikası insan qarşılaşır və mənim özüm düşmüşəm o ziddiyyətlərə ki, onu mu eləyim, bunu mu eləyim, hər dəfə birini təqdim edirlər ki, bu düzdür. Amma xanım Zəhranın övladlarına olan münasibətinə, övladlarına hansı metodlarla tərbiyə eləyirdi, onlara baxanda oradan çox rahat, çox gözəl nümunələr götürə bilərik. Baxırıq ki, öz övladına şeirlər deyirdi, onlarla oynaya-oynaya onları öyrədirdi ki, bunun özü bir tərbiyə metodudur. Şeir deyirdi, oynaya-oynaya oğluna, İmam Həsənə deyir ki, ey Həsən, atana oxşa ey Həsən, zülmün zəncirini haqqın boynundan qırıb at, ehsan sahibi olan Allaha ibadət et, kinli və pis insanlardan dost olma. Şeirlə övlada ataya məhəbbəti təbliğ elədi, Allaha məhəbbəti təbliğ elədi, tövhid inancını təbliğ elədi, haqqa qorumağı təbliğ elədi və bugün də dediyimiz kimi ən yaxşı metodikalardan biri uşaqla oynayaraq, ədəbiyyatla, şeirlə ona bir şeyi təbliğ eləməkdir ki, biz onun tərbiyə metodikasında onu görürük. Və yaxud baxa bilərik, bayaq dediyimiz kimi 3-cü mərhələsinə ictimai həyatına baxırıq. İctimai həyatda o qədər aktiv olub, baxmayaraq ki, evin yükü, 4 uşağın yükü onun çiynindədir, amma ictimai xidmətə də can qoyub, belə həyatının hər alanda, hər nöqtədə, hər sahədə xidmət eləməyə çalışıb, can qoymağa çalışıb. Baxırıq, öz qonşularına qarşı çox qayğıkeş idi. Harda kimin nə ehtiyacı var onları qarşılayırdı və yaxud dərslər keçirdi, İslam maarifini yayırdı, ona xanımlar gəlir, suallar verirdi və çox-çox suallar verirdilər. Özləri narahat olurdu ki, xanıma çox sual verdik, çox yüklədik. Deyirdi, narahat olmayın, istədiyiniz qədər sual verə bilərsiniz. Və yaxud haqq meydanda tək qalanda o özünü atdı ortaya, haqqı müdafiə elədi. Haqqın müdafiəsi üçün lazım gələndə lazım gəldi susmağından, lazım gəldi ağlamağından, lazım gəldi öz çıxışlarından necə lazımdırsa o cür mübarizə apardı. Yəni biz xanımdan nə qədər danışsaq, həyatının hansı sahəsinə baxsaq orada bizim üçün nümunə var və nə qədər danışsaq azdır bizim üçün. Peyğəmbərimiz buyurur ki, xanım Zəhra həm öz dövrünün, həm bütün dövrlərin aləm xanımlarının seyyidəsidir. Yəni xanım Zəhra həm bugün bizim üçün, həm bizdən sonrakılar üçün nümunədir. Biz onu dediyimiz kimi nə qədər xanımdan danışsaq, onu tam mənada dərk eləyə bilmərik. Nə qədər oxusaq da onun haqqında, nə qədər dinləsək də tam onun fəzilətlərini dərk eləyə bilmərik. Çünki belə bir fəlsəfi qayda var ki, məhdud, qeyri-məhdudu tam mənada dərk eləyə bilməz. Bir şeyi dərk eləmək üçün dərk eləyən gərək o dərk edəcəyi şeyi tam əhatə eləyə bilsin ki, onu dərk eləsin. Biz öz məhdud elmimizlə tam mənada xanımı əhatə eləyə bilmərik ki, onu tam dərk eləyək, deyək ki, xanım Zəhra budur.
Amma hərə öz tutumu qədər, nə qədər götürə bilsək, o xanımdan bizim üçün qənimətdir, bizim üçün qazancdır. Kim öz nə qədər bacarır, o qədər ondan nümunə götürə bilər və o xanımı tanımağa çalışmalıdır hamı ki, daha çox tanısın, daha çox ondan nə isə götürə bilsin. Ondan əgər nə isə götürə bilsək, həyatımız asanlaşar, rahatlaşar, o bayaq dediyimiz o çaşbaş qalmaq, o ruhi təlatümlər hamısı aradan qalxar, belə hər şey su kimi axar həyatımızda. Həqiqətən də xanım Fatimə Zəhra tükənməz bir dərya kimidir. Sanki ondan damla-damla götürdükcə yenə də tükənməyəcək həqiqətən və düşünürəm ki, Hacı xanım Zəhradan danışmışkən onun haqqında olan hədislərdən yan keçmək doğru olmazdı. Xanım Zəhra haqqında istər peyğəmbərimiz, istər imamlar çoxsaylı hədislər deyiblər. Həqiqətən bu hədisləri oxuyanda mən düşünürəm ki, necə bir məqama çatmaq olar ki, insan necə bir məqama çata bilər ki, bu cür yəni hədislər deyilsin sən. Yəni o məqama çatmaq həqiqətən insan mümkündürmü belə bir məqama çatsın doğrudan da. Belə bu məqamda istərdim ki, o hədislərdən birinə məhz siz izah verəsiniz. İslam peyğəmbəri xanım Zəhra haqqında buyurur ki, həqiqətən Allah Fatimənin qəzəbinə görə qəzəblənər, onun razılığından razı olar. Bunu yəni həqiqətən dərindən düşündükcə çox təəccüb edir insan. Hədisin nəhəngliyinə baxın. İstəyərdim bu hədisə bir izah verəsiniz. Tam doğru deyirsiniz. Həqiqətən çox əzəmətli cümlədir o cümlə. Və deyərdim, Həzrət Zəhranın hansı məqamları, o zirvə məqamları qət etdiyindən xəbər verən bir hədisdir. Adam düşünəndə canlı təlatüm düşür sözün əsl mənasındakı. Yəni bir insan bir yere yetişib ki, o qəzəblənəndə Allah qəzəblənir, o razı olsa Allah razı olur. O məqama çatmaq. Bəli, o məqama çatmaq. Bizim üçün, şəxsən mənim üçün fantastik gəlir həqiqətən. Bilirsiniz, ümumiyyətlə gəlin sizə bir neçə məqam deyim, onun ətrafında bu kəlməyə, bu mövzuya, hədisə izah verməyə çalışım. Quran-ı Kərimdə bir ayə var, buyurur, İn təşkuru yərdahu ləkum. Əgər siz şükr etsəz, Allah sizin bu şükr etməyinizdən razı qalar. Yəni, bu ayədən belə bir mesaj var ki, bəzi vaxtlar insanın əməlindən Allah razıdır, hələ özündən razı deyil. Düzdür. Biz bir nəfərin, məsələn, bir əməlini təqdir edirik. Sonra deyirlər, özündən o qədər razı deyil, amma bu işi yaxşı idi. Özü o qədər yaxşı olmasa da, işi amma yaxşı bu işi yaxşı görsün. Bu bir mərhələdir də, yəni bunu təqdir eləmək özü də bir hünər istəyir. İnsan gəlir təqdir eləməyi də bacarsın. Cəmiyyətdə nə qədər təqdir hissi azalarsa, təşəkkür hissi azalarsa, yaxşılıqlar da azalmağa başlayar. Amma bundan da yuxarı bir məqam var ki, insan bir yerə gəlir, çatır ki, o Allahdan razıdır. Mən belə keçid edeyim 3-cü cümləyə. Yəni, qəza və qədərdən, ilahi təqdirdən narazı deyil. Amma burada o deyil, bir nəfər mənə zülm eləsin. Mən də elə özümü məzluma aparım, sonra deyim, mən bundan razıyam, bu mənə təqdirimdir. Haqsızlığa qarşı mübarizə mütləq lazımdır. Bir nəfər sən, məsələn, tutaq ki, misal üçün da əlindən haqqı alıb, sən onu deyirsən ki, mənim haqqımı ver, haqqımı alırsan. Burada ondan söhbət getmir. İnsan bir yerə gələ yetişir ki, Allahdan razıdır, Allahdan narazı deyil. Allahdan razı olan vücud. Və bu gün deyərdim ki, cəmiyyətimizdə bu da çox şikayət var. Nədən Allahdan? Bir nəfərdən şikayət özü bilsin. Ondan sonra Allahdan narazı insanlar var. Allahdan nə qədər narazılıq çoxalırsa, insanlar vücudda sıxılmağa başlayır. Gərginlik başlayır. Üçüncü mərhələ var ki, insan bir yerə yetişir ki, Allah ondan razıdır. Nəyə ki, onun əməlindən, özündən razıdır. Ayəsini deyə bilərəm sizə, buyurur ki, Yə əyyətuhən nəfsul mutməinnə irci ilə Rabbiki raziyətən mərdiyyə. Mən səndən razıyam, deyir. Sən məndən razı, mən səndən razıyam. Yəni, vücud gəlir, bu hala yetişir. Allah ondan razıdır. Amma bundan sonra, bəli, Allah yəni sizə deyir ki, mən buna razıyam. Buna həqiqətən mən bundan bütün əməllərimdən razıyam, vücudundan razıyam. Maşallah olsun. Həzrət Məryəm haqqında deyilən söz də budur. Fətəqəbbələha biqəbulin həsənin. Həzrət Məryəmin əməlini yoxu özünü qəbul eləmişəm.
Bir var sənin əməlindən, Tutamlıq var. bəli, tutamlıq da artıq. Bir var sizin əməlinizi mən qəbul oldum, mənim dərgahımda Allah deyir. Bir də yox, sənin vücudunu qəbul eləmişəm artıq. Sən qəbul olunmuş vücudsan Allahın huzurunda. Artıq sənin sözün də Allah üçün dəyərlidir, əməlin də məsələn. Amma icazə verirsə bir pillə yuxarı deyim. Bu Həzrəti Zəhra məqamıdır. Ona görə deyirlər ki, Həzrəti Məryəm düzdür Seyyidətü Nisa'il aləmin idi. Öz aləm, öz zamanının xanımlarının ən üstünü idi. Amma Həzrəti Zəhra bütün zamanların xanımlarının ən üstünüdür. Bu Həzrəti Zəhra, Həzrəti Məryəmin fərqidir. Bu Həzrəti Zəhranın zirvəsinin hansı məqama gedib çatdığından xəbər verir. Bax, bu hədislə də məsələni həll eləmək olar. Hədisdə deyilir ki, o razı olanda Allah razı olur. O qəzəblənəndə Allah qəzəblənir. Bu hansı məqamdır? Və də birinci elə bunu deyim. Quranda belə bir məqamdan söhbət açılıb. Baxın, ayə. Deyir, Peyğəmbər, fələnuvəlliyyənnəki qiblətən tərdaha. Sən üzvü görürəm çevirirsən, əvvəl qiblə Beytül Müqəddəsə düşürdü. Deyir, narahat olma. Sənin razı olduğun yerə qibləni dəyişəcəm. Yəni, sənin razılığın elə mənim razılığımdır ya. Yəni, sənin razılığın mənim üçün bu qədər mühümdür ya. Ya başqa bir söz deyim. Vələ sofə yu'tikə fətərda. O qədər mən sənə qiyamət günü nələrsə əta edəcəm ki, sən razı qalacaqsan. Yəni, sənin razılığın mənim üçün çox aktual bir mövzudur. Sənin razılığın elə mənim razılığımdır. Əslində, insan gəlib bir yerə yetişir ki, daha o məndən ki, əsər əlamət yoxdur, Allahın istədiyini istəyir. Bu məqamda bütün əngəllər aşılıb, artıq o məqama çatıb. Çatıb, bəli. Quran belə buyurur. Ma yaşauna illa en yaşa Allah. Allahın istədiyindən başqa bir şey istəmirlər. Zövqü dəyişib, səliqəsi dəyişilib, fikirləri dəyişilib. Özünü görmür ki, onu görür. Ona o maraqlıdır. Qulağı onun dilinin ağzındadır. Nə deyirsən, necə eləyim? Yəni, elə bir fəna məqamı deyirlər buna. Baxın, irfanda bir bəhs var. Maraqlı bəhslərdən biridir ki, insan müstəhəb ibadətlərlə bir yerə gəlir, yetişir ki, kuntu səma'hu, kuntu bəsərahu. Allah deyir, onun görən gözü oluram. Onun eşidən qulağı oluram. Onun danışan dili oluram. Bu bir məqamdır. Amma burada yenə mən o qalıb. Allah deyir, mən onun görən gözü oluram. Mən onun eşidən qulağı. Bir məqam da var ki, o mənim görən gözüm olur. Bu ən ali. Ən ali məqam. Burada insan fəna məqamına deyirlər, ariflər yetişir. Və Həzrəti Zəhrada bu hədis o məqamdan söhbət açır ki, Həzrəti Zəhranın istəyi tamamən odur. Hətta bir dəfə Həzrəti Cəbrail nazil oldu. Peyğəmbərə dedi ki, nə istəyir Zəhra? Maraqlı da, indi bizə desələr ki, bir dənə istəyi, nə istəyirsən, dilən verək. Allah deyirəm, nə istəyərik? Hamımızı özümüz bir test edəydik. Yəni ki, zehnimizə nələr keçdi də, hamımızın, izləyicilərin də. Həzrəti Zəhra nə dedi? Dedi, Allahdan Allahın özünü istəyir. Adam indi hesablasın onun arzusu ilə özünə bir dönüş edəsin. Mənə onun vəchullah, onun mərifəti lazımdır. Mənə o lazımdır. Onun özü lazımdır. Bilirsiniz, bu böyük bir məqamdır. Bu ali bir məqamdır. Zəhra bu məqamı qət edib. Bu zirvələrə yetişib. Məhz elə onun buna görə də ən gözəl nümunədir. Başa düşürsünüz? Çünki burada artıq özündən əsər əlaməti qalmayıb. Ona görə də Allah deyir, o qəzəblənəndə mən qəzəblənərəm. Onun razılığından da mən razılığım. Çünki onun da özünün qəzəbi yoxdur axı. Şəxsi ambisiya yoxdur axı. Şəxsi istəyi yoxdur axı. Nə istəyirsə onu istədiyi istəyir. Ona xatir olur. Onun istədiyini istəyir. Odur onun üçün maraqlı. Özü yox. Bu xanım Zəhranın ali məqamından. Hətta məsələn, fikir verin, Quran-ı Kərimdə Mübahilə ayəsində ən gözəl nümunəyə toxundum. Məhz belə xanım gəlir, ən gözəl nümunə olsun. Orada fikir verirsiniz, Mübahilə ayəsi necədir? Buyurur, biz də xanımlarımızı gətirik, siz də xanımlarınızı gətirin. Düzdür? Bəli. Orada xanımlar deyir də, cəm deyir. Amma kimi gətirir? Həzrəti Zəhranı gətirir. Yəni, xanımları təmsil edən xanım Zəhradır. Ən gözəl nümunə odur. Ən gözəl nümunə, ən gözəl təmsilçi. Təmsilçi odur. Bütün zamanlarda özdə. Bəli. Həqiqətən də bütün zamanlar üçün ən gözəl
nümunə məhz xanım Zəhradır. Mən təşəkkür edirəm Hacı sizə. Həqiqətən bu dəyərli fikirlərə görə Aynur xanım sizə dərin təşəkkürümü bildirirəm. Çox gözəl analizlər etdiniz və artıq sağollaşmaq vaxtımız, zamanımız yetişdi. Təbii ki, həyatımızda ən gözəl nümunələr məhz bizim ilahi şəxsiyyətlərimizdir. Dəyərli izləyicilər, ən gözəl nümunəyə baxırdınız. Qonaqlarımız ilahiyyatçı Hacı Ramil Vədəlov, araşdırmaçı Aynur İbrahimli idi. Sağ olun, sağlıqla qalın.